Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4%, 2026-cı ildə isə 5,8% artacağı proqnozlaşdırılır. Reallıq TV Modernaza istinadən xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan ING qrupun hesabatında qeyd edilib. Bundan əvvəl ING 2024-cü il üçün 5,2%, 2026-cı il üçün isə 4,9% inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən fiskal siyasətin yumşaldılması, 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9%-ə, 2025-ci ilin əvvəlində isə 5,4%-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub. Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı son vaxtlar əsas faiz dərəcəsini 7,25% səviyyəsində saxlayıb. Azərbaycan Mərkəzi Bankı istehlak qiymətləri indeksinin 2025-ci ilin sonuna qədər illik 5,5%-ə çatacağını, 2026-cı ildə isə inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. Bu da bankın orta müddətdə inflyasiyanı 2% xəta payı ilə 4% hədəf diapazonunda saxlamaq niyyətini əks etdirir. Hesabatda dollarla bağlı proqnoz da yer alır. Hazırda biz dollar-manat məzənnəsinin növbəti 1-2 il üçün 1,70 səviyyəsində sabit olacağını düşünürük.